Siz bugün fikir verirsiniz dünyada nə baş verir ümumiyyətlə. Xahiş edirəm ki, bəsirətli olun, diqqətli olun, gənclərə deyirəm. Baxın, görün dünyada nə baş verir. Oxuyun, mütaliə eləyin, xəbərləri izləyin, təhlil edin. Başınızı qaldırın, baxın ki, dünyada nə proseslər gedir, nə baş verir. Əgər təhlil etsəz, görməmiş olmazsınız. Görərsiniz ki, bugünkü gündə dinlə mübarizə adına nəsə varsa, Allah vəlisini hədəf alıb. Dinlə mübarizə yəni bu. Qulaq asırsınız, nə deyirəm? Dinlə mübarizə bugün aparırlar. Nə ilə mübarizə aparırlar? Namazı ilə yox. Orucu ilə yox. Dinlə mübarizə aparırlar böyük dövlətlər. Planlar qururlar dünyada dinə qarşı, din əleyhinə. Siz diqqətlə baxın, görün, nəyi hədəf alırlar? Dinlə mübarizə yəni nə? Dinlə mübarizə yəni Allahın övliyalarını hədəf alıblar. Onlarsız din istəyirlər. Onlarsız din. Onlardan dini ayırıb cəmaata o dini vermək istəyirlər. Gedin başınızı qatın o dinlə. Bunlar belə çatdırır, özləri də cərəyanlar yaradıblar, təkfirsi cərəyanlar. Adlarını da bilirsiniz, onlar yaradıblar. Onlar dəstək verirlər. Əvvəldən onlar da müəllifi bu layihənin. Yaradıblar. Nə deyirlər bunlar? Peyğəmbər gəldi, dini çatdırdı və salam çıxdı, getdi. Qutardı Peyğəmbər, bitdi. İndi onun qəbrini də dağıtmaq lazımdır. Onun şəxsiyyətinə bir ehtiramın, hörmət eləməməyin bir mənası yoxdur. Onlar qüdrət tapan kimi nədən başladılar? Bəqidə imamların qəbrini dağıtmaqdan başladılar. Biz həcc ziyarətində olanda mənə üzbəüz dedi orada olan xidmətçilərdən biri. Dedi ki, gücümüz çatsa, inşallah müsəlmanlar yetişinləşsə, kamilləşsə, biz, bax mənə dediyi sözdür, Peyğəmbərin də qəbrini inşallah dağıdacaq. Bunu dedi. Bunu münzüratlarla eləyir, şirk adı ilə, nəmnə adı ilə, amma başa düşün ki, niyə bu qədər buna təkid edirlər və niyə bunu deyənlərə dəstək verirlər, o böyüklər? Niyə bunu deyənlərə dəstək verirlər? Çünki din budur. Bunu dindən ayırsan, heç nə, ruhsuz bədəndir, ver cəmaata oyuncaq kimi başını qatsınlar. O dindən heç bir xeyir yoxdur heç kəsə. Heç bir faydası yoxdur o dinin. Amma bizi, bir dənə biz, ki biz deyirik ki, din yəni Allahın vəlisinə münasibət. Onun vasitəsilə Allaha bağlanmaq. Din yəni bu. Biz o silsiləni tanıyırıq, Peyğəmbər idi, o silsilənin başçısı, davamlı 12 dənə imam indiyəcən davam eləyir, sonuncusuna qədər. Sonuncusu sağdır və bugün də onun başına toplaşmaq lazımdır, ona yardım edilməlidir. Bunu deyən təkcə bizik. Ona görə böyük qüdrətlərin hamısı gücünü səfərbər eləyib bizə qarşı. Çünki bu sözü deyən bizik. Biz o ipi itirməmişik. Bu məclis onun bir təzahürü. Biz əl çəkmirik, deyirik ki, yox, din bunsuz din deyil, budur, dinin mehvəri budur. Allah Quranında buyurur ki, mən dini göndərmişəm, görüm kim buna kömək eləyəcək, kim eləməyəcək. Bunu mən dindən necə atın çıxardım? Deyim, gətirdi, dedi, Allah rəhmət eləsin, bitdi onun işi. Bu necə dindir? Bugün düşmənin əsas hədəfi dinin bu hissəsidir. Allah din göndərib görüm övliyaya kim kömək eləyəcək, övliyanı hədəf alır. Övliyanı dindən çıxardır, deyir, get nə qədər namaz qılırsan, qıl belin büklənə qədər. Get dolan fırfıra kimi Kəbənin başına. Bütün günü fırran orada. Nə faydası? Nə mənası? 1400 il Peyğəmbər başını qoyandan, hətta sağlığından planı çəkilib, və icra olunmaqdadır. Nədir dava? Dava budur ki, Peyğəmbərin və onun vəsilərinin rolunu, missiyasını dindən çıxardıb kənara qoymaq. Bir dənə biz bunun qarşısında dayanmışıq. Bir dənə biz. Biz bunun qarşısında dayanmışıq. 1000 ildir dayanmışıq. 1400 ildir dayanmışıq. Əvvəldən elə biz dayanmışıq. Bizdən başqa heç kəs yoxdur meydanda. Məhərrəm əzadarlığı onun qarşısında dayanmaqdır. İmkan vermərik.
ki İmam Hüseyin unudulsun. Allahın höccəti öldürülsün, sonra yaddan çıxsın. Əyyam-ı Fatimiyyə onun təzahürüdür. Biz sinəmizi sipər eləmişik ki, biz buna imkan vermərik. Bir dənə bizim məktəb. Yoxsa bu planı əvvəldən çəkmişdilər. Sözümə dəlil gətirin. Peyğəmbər vəfat eləmişdi, təzə dünyasını dəyişmişdi. Biri oturub bir şey yazırdı. O biri də gəldi, heç birinin adını çəkmək olmur. Çəkməsək də yaxşıdır. Nəzərə almaq lazımdır, vacibdir. Qamçı əlində gəldi, dedi, nə yazırsan? Dedi ki, hədis yazıram Peyğəmbərdən. Qalə Rasulullah. Qamçını vurdu ona, dedi, bir də görsəm pis cəzalandıracam səni. Qalə Rasulullah qadağandır. Rasulullah bitdi, qutardı. Həsbuna kitab-əllah. Allahın kitabı bizə bəsdir. Allahın kitabı bizə bəs eləyir. Siz təsəvvür edirsiniz, Peyğəmbər vəfat eləyəndən sonra ondan hədis demək cinayət idi, cəza verirdilər. Ondan hədis nəql eləmək. Dərhal qadağan olundu. Peyğəmbəri götürdündən, əlini götürdündən, onların məntiqi buydu. Sonra hökümranlıq elə, rahat. Əlin qolun açılsın. Namazın qılır, qoy qılsın. Günə 1000 rükət qılsın. Nə qədər qılır, qılsın. Əsas dava əvvəldən Peyğəmbər və övliyalarladır. Fikir verirsiniz sən Allah. Kitab nazil olandan, Quran nazil olandan, Qurana iman gətirmək asan idi. Problem Peyğəmbərə itayətdə idi. Hamısı dedi, kitab bizə bəsdir, kitab bizə bəsdir. Şeytanın nə gözəl hiləsi idi bu. Gözəl dırnaq arası deyirəm. Özü üçün yaxşı. Hamısı bunsuz dinə razıydılar olar. İmamətsiz dinə. Siz fikir verirsiniz, dinin heç bir hissəsi ilə onlar mübarizə aparmırdılar. Peyğəmbərlə mübarizə apardılar. Sonra Əli ilə, sonra Həsənlə, sonra Hüseynlə əleyhissalam mübarizə aparırdılar. Ancaq bunlarla. Namazla işi var idi, yox. Quranla işi vardı, yox. Ver Quran oxusun cəmaat bütün günü. Çünki imam olsa dini icra eləyəcək. Dini icra eləyəndə bu oyun çıxarda bilməyəcək. Din icra olacaq, praktiki olaraq icraya keçəcək. Din tam icra olunmasın. Cəmaat geçsin, ibadətini eləsin, bunlar da hökümranlıq eləsin. Onların planı oydu. İndi bir dənə ayə deyim Qurandan. Dünən bir yerdə oturmuşduq, bu ayəni mən Quranı tapdım. Qurandan oxudum, orada bir söz düşmüşdü. Heç məqsədim də yox idi bugün o ayəni deyəm. Elə bəhs gətirdi. Düşündüm ki, bu ayənin burada oxunmasının yeri var, lazımdır. Bu ayəyə diqqətlə qulaq asın, xahiş edirəm. Allahın kəlamıdır. Buyurur ki, və izə qilə ləhum təaləv ilə mə ənzəlallah. Deyir, elə ki, onlara deyildi, gəlin. Gəlin Allahın nazil etdiyi Qurana tərəf. Onlara deyildi ki, gəlin Allahın nazil etdiyinə tərəf, Qurana tərəf. Və ilər rəsul və Peyğəmbərə tərəf. İki şeyə dəvət edir. Deyir, elə ki, dedin, gəlin Qurana tərəf və gəlin Peyğəmbərə tərəf. Buna bax, qulaq asın, bax, budur sözüm. Rəəytəl münafiqin yəsuddunə ankə sududa. Belə halda görəcəksən ki, münafiqlər sənə gələn yolu bağlayırlar. Peyğəmbərə deyir, sənə tərəf gələn yolu bağlayırlar. Quran ayəsidir. Allahın nazil etdiyinə tərəf yox, sənə tərəf gələn yolu bağlayırlar. Çünki sən olmasan, o Allahın nazil etdiyi də nə başa düşüləcək, nə ondan bir məna qalacaq, nə bir təfsir qalacaq, nə heç nə. Heç nə qalmayacaq. Onlar işini yaxşı bilir. Onlar zirəydir. Sənə gələn yolu bağlayır. Onlar Quranla mübarizə aparmır ki, sənlə mübarizə aparır. Səni vurmaqla Quranı da, namazı da, hər şey vurur. Heç nə qalmır ortada. Sənin yolu bağlayırlar. İmamsız, peyğəmbərsiz nə mənası var? İmam ruh verir ona. İmam toplayır bu dini, tam icra edir. Yoxsa Quran olur pərakəndə hökmlər toplusu. Harada nə icra eləyəsən bilmirsən, nə eləyəsən, necə istifadə eləyəsən bu kitabdan bilmirsən.
Quran deyir, onların problemi səynəndir, ya Rəsulallah. Davaları səynəndir. İnanın mənə, and olsun Allaha deyirəm, mənim etiqadımdır. Kim qəbul eləmir, eləməsin. Əgər Peyğəmbər gəlsəydi, desəydi ki, mən sizə dininizi çatdırdım, dinin Allahın. Bu din, bu da siz, mən getdim işimə gücümə. İnanın, bir dənə daş atmazdılar Peyğəmbərə. Gəlib dini çatdırsaydı, desəydi, bu din, bu namaz, bu Quranı verdim sizə. Mən getdim dini icra eləməyin, siz də gedin dininizi icra eləyin. Dava olardı, yox. Dava bundaydı ki, bu gəlir, girişir bu dini icra eləməyə, bu gəlir, hökm eləməyə bu dinlə. Onda dava düşür bundan ki, bunu yoldan çəkək.